Qarşınızdayıq. Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərovanın müəllif olduğu Şirin Ömür Payım Vətənə Qurban kitabının təqdimatı keçirilib. Bu kitabda 5 şəhid həyatını və keçdiyi döyüş yolu əksini tapıb və o şəhidlərdən 3-ü Naxçıvan torpağının yetişdirmələridir, igidləridir. Mən bunu bu kitabı layihə çərçivəsində deməli verdim. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müsabiqə elan olunmuşdu və mən müsabiqənin qalibləri sırasındaydım və orada da bu kitab deməli şəhidlərimizə həsr olmuş nəsrlərin hazırlaması ilə bağlı belə bir layihəni həyata keçirdik. Türkiyə Xarici İşlər Nazirliyi ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərarı alqışlayıb.